Telefonunu yeniləməyi düşünürsənsə, bir dəqiqə gözlə. Samsung bu dəfə tam 3 fərqli model təqdim edib. Gəl birlikdə baxaq hansı sənə uyğundur. İlk olaraq Galaxy Z Fold 8 Ultra. Bu model qatlanan telefon anlayışını tamamilə başqa səviyyəyə qaldırır. Qatlanmış halda cəmi 8,9 mm, açıldıqda isə 4,1 mm qalınlığı ilə indiyə qədərki ən incə Fold modelidir. 200 megapiksel əsas kamera, 5000 mAh batareya və güclü Snapdragon 8 Elite Generation 5 For Galaxy 3 nanometr prosesoru ilə həm iş, həm də kontent yaratmaq üçün əsl flaqmandır. Böyük ekran sayəsində eyni anda bir neçə tətbiqlə işləyə, video izləyə və ya rahatlıqla montaj edə bilərsən. Əgər daha yüngül və gündəlik istifadə üçün rahat model axtarırsansa, Galaxy Z Fold 8 diqqətini çəkəcək. Cəmi 201 qram çəkisi, yeni kvadrat dizayni və geniş daxili ekran sayəsində həm telefon, həm də planşet təcrübəsini birlikdə təqdim edir. Həm tərz görünmək, həm də kompaktlıq sənin üçün önəmlidirsə, Galaxy Z Flip 8 əsl seçim ola bilər. 180 qram çəkisi, geniş Flex Window ekranı və retro camcorder rejimi ilə sosial media üçün kreativ videolar çəkmək artıq daha rahatdır. Üstəlik, hər üç model yeni Galaxy AI funksiyaları və Google Gemini dəstəyi ilə gəlir. Foto redaksiyasından gündəlik köməkçiyə qədər bir çox işi artıq telefon sənin yerinə edir. Bəs sən hansını seçərdin? Galaxy Z Flip 8, Z Fold 8, yoxsa Z Fold 8 Ultra? Şərhlərdə yaz. Yeni Galaxy seriyasını isə elə indi həm onlaynda, həm də Poco Electronics mağazalarında əldə et.